İnsan ümumiyyətlə biləndə ki, biri onu çox sevir. Biləndə ki, biri işin gücünü atıb onun intizarını çəkir. İnsan bilsə ki, biri mənə vurğundur, aşiqdir. Və birdən bilsə ki, bütün bunların sahibi Allahdır. Allah mənə aşiqdir. Allah mənim intizarımdadır. Allah mənim yolumu gözləyir. Allah hər vasitə ilə məni özünə tərəf çağırır. Bunu başa düşsə insan, Allahın da olsun insanda çox ciddi dəyişikliklər yaranar. Olduqca ciddi, köklü dəyişikliklər yaranar. Hansı yaşda olursa olsun, adam bunu hiss eləsə ki, sevilir. Özə kimin tərəfindən? Allah tərəfindən. Sevilir. Bu sevildiyini anlasa çox dəyişiklik olar insanda. Sizdən soruşları bir ayda niyə az susuz qalmışsınız? Bütün günü səhərdən axşamacan oruçsuz, məscidə gedirsiniz. Bütün bu nə üçün idi? Bir dənə cavab verin. Allah istəyirdi ki, mən günah eləməyim. Günahdan məni çəkindirmək üçün, kömək üçün Ramazan ayına qərar verdim. Bunun sevgidən başqa bir izahı var mı? Nasıl bir izahı var? Biz anlamırıq, başa düşmürük. Ona görə də biz başa düşəmirik ki, axı nə məsələdir bu günah mövzusu? Bu ariflər var, birdən günah olar ha. Biz başa düşmürük. Allahın bu qədər ısrarını başa düşmürük. Çünki Allahın sevgisinin şiddətini anlamamışıq. Ona görə bilmirik ki, söhbət niyə bu qədər təkrar olunur. Biz günahın pisliyini bilmirik, günahın zərbəsini bilmirik, Allahın sevgisini bilmirik. Allahın günah eləmə əmrini təkrarlamasında sevgi görsək, başqa cür gedərik onun qapısına. Sevgini biz görsək onun qapısına gedəndə bağışla deməkdən başqa dilimizə söz gəlməyəcək. Bəndə görür ki, Allah sevgisini ifadə eləmək istəyəndə bəndəsinə. Səni sevirəmi 100 formada deyərsən. Allahın bizə səni sevirəm deməsi günah eləmədi. Allah sevgi mesajı yazanda bəndəsinə deyir ki, günah eləmə. Yəni səni sevirəm. Bunu ki eşitdi insan, bunu eşitdi. Onda görəndə ki, Allahın təkrarı budur ki, günah eləmə, bəndən də təkrarı nə olur? Bağışla. Və belə bir eşq aləmi yaranır. Ramazan ayında mən bu qədər ləzzət almışam, doğrudan da almışıq da ləzzət. Vallahi ləzzət almışam.